Salam, hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu günləri mən Azərbaycan şokoladının hazırlanmasının reseptini sizinlə bölüşəcəm. Əgər sizin üçün də maraqlıdırsa, kanalıma keçid edib, videomu sona qədər izləyib, abunə olub bəyənməyi unutmayın. Şokoladda istifadə etdiyim ərzaqları sizə təqdim edəcəyim. 500 qram şokolad, məndə 2 cürə şokolad idi. Ondan istifadə etdim. 500 qram şabalıd, yəni yarım kiloqram şabalıd, 500 qram süd, yəni yarım litr süd və 1 ədəd vanildən istifadə etdim. Şabalıdların baş hissəsindən çərtib, hamısını bir boşqaba yerləşdirdim. Bu cür hazırlayandan sonra kənarda qaynar suyun içərisinə salıb 10 dəqiqə bişirdim. On dəqiqə bişirdikdən sonra şabalıdları suyun içərisindən çıxartdım. Kənarda öncədən isidilmiş isti soba listinin içərisinə yerləşdirib 5 dəqiqədə isti sobada saxladım. Şabalıdları sobada qoymağımın bir məqsədi var idi. Həm tam pişməli idi, həm də qabığından bu cür tez aralanmalı idi. Bu cür şabalıdları təmizləyəndən sonra, tam hamısı hazır olandan sonra blender vasitəsilə üyütməyə başladım. Şabalıdın yarısını blenderə yerləşdirdim və üyütməyə başladım. Mən 500 qram şabalıdı 2 dəfə üyütdüm. Sonra içərisinə 250 qram süd töküb yenidən blenderi çalışdırdım. Tam yumşalandan sonra yenidən ikinci dəfə yenə şabalıq və 250 qram süd istifadə edib blenderi çalışdırdım. Bu cür kütlə alındı. İçərisinə də bir dənə ədəd vanil tökdüm. Əgər tam şirin olmasını istəsəniz, 2 xörək qaşığı şəkər girşəni əlavə edə bilərsiniz. Mən istifadə etmədim öz dadına görə. Bir ədəd vanildən başqa mən şəkər girşəni əlavə etmədim. Kənarda su buxarının üzərində 500 qram şokoladımı əritməyə başladım. Şokoladlar tam əriyib qutarandan sonra silikon keks qablarının içərisinə hərəsinə bir çay qaşığı vasitəsilə töküb kənarlarını və içərisini şokoladla yaxdım. Bu cür yaydım hamısını. Gördüyünüz kimi bu cür etməlisiniz. Hamısının içərisini şokoladla yayandan sonra həmən o şabalıdlı kütləni onun içərisinə yerləşdirməliyik və çox möhkəm və kip yerləşdirmək lazımdır ki, arada boşluq olmasın. Bu cür hazırladıqdan sonra üzərinə yenə də bir dolu çay qaşığı şokoladın üzərinə, bunun üzərinə çəkirsiniz və 1 saat soyuducuda saxlayarsınız. 1 saatdan sonra artıq hazır olur. Çox gözəl dadlı olur Azərbaycan şokoladımız. Sonra üzərinə mən qozdan istifadə etdim. Əgər istəsəniz badam və yaxud da fındıqdan istifadə edə bilərsiniz. O sizin zövqünüzə, damaq dadınıza uyğundur. Seçimi özünüz edə bilərsiniz. Allaha amanət olun. Göz haqqınızı halal edin. Allah hər kəsin ruzisini bol bərəkətli etsin. Bax, bu da bizim Azərbaycan şokoladımızdır. Hər kəsə öz təşəkkürümü bildirirəm.